Görəsən bu ay satışlarımı edə biləcəm? Məncə xidmətlərim aktualdır. Bəlkə nəyisə dəyişməliyəm. Amma nəyi? Mən nə bilim, əlimi inəmişəm. Əlini inəməsən də olar. Müştərilərinlə daim sıx əlaqədə ol. Səni maraqlandıran sualları elə onlardan soruş. Mütləq ki, cavabını alacaqsan. Məsələn, hardan bilim ki, məhsulunu bəyənirlər? Şirkətimizin xidmətləri ilə məmnunluq səviyyəsini 1-dən 10-a kimi qiymətləndirin. Harada 1 ən az, 10 ən çox məmnunluq səviyyəsidir. 1-dən 5 qoyduq, daha yüksək bal almağımız üçün bizə hansı tövsiyələri verə bilər? Sonra nə? Məhsulumu alacaqlar. Satın alma zamanı sizin üçün 3 ən vacib amil hansılardır? Qiymət, keyfiyyət, çatdırılma, təminat, müştəri xidməti və yaxud da hər şey daxildir yanaşması. Əgər sənin məhsulun bu 3 kriteriya cavab verirsə, mütləq alacaqlar. Cavab verməsələr necə? Verməsələr get işlə.